Bu videonu hazırlamaq mənim üçün çox ağrılı və bir o qədər də çətindir. Çünki bu videoda milyonlarla insana ümid vermiş, Dəmir qadın ləqəbini almış Nəslican Taydan danışacağam. Videonu izləyərkən zaman-zaman utanacağıq. Kimdən? Özümüzdən. Ona görə ki, bəzi dərdləri qarışqadan filə çevirməyi bacarırıq. Təəssüflər olsun ki, özümüzü yalan yerə üzürük, pis oluruq, dərdlənirik, keyfimiz qaçır. Amma bu cür çətin həyatlar gördüyümüz zamanda bu dərdlərimizdən utanmamağımız mümkün deyil. Nəslican Tay bütün Türkiyəyə, eləcə də Azərbaycana ümid işığı olmuş xərçəng xəstəsi idi. O 14 mart 1998-ci ildə Bursada anadan olub. Rizəli bir ana və Manisalı Çərkəz bir atanın qızı olaraq dünyaya gələn Nəslican Tay liseyə qədərki təhsilini Rizədə alıb. Demək olar ki, ailədə ən sağlam insan məhz Nəslican Tayın özü idi. Zərərli vərdişlərdən uzaq, sağlam qidalanan və özünə fikir verən gənc bir qızı idi. 2017-ci ildə universitet imtahanına təxminən 2 həftə qalmış o 4-cü dərəcəli xərçəng xəstəsi olduğunu öyrəndi və bu səbəbdən təhsilinə ara verməli oldu. Nəslicanın sol dizində ağrıları olurdu. Məhz bu səbəbdən bir neçə dəfə xəstəxanaya müraciət etmişdi. O dövrlərdə basketbol oynayırdı və həkimlər də bu ağrının idmanla bağlı olduğunu bildirib onu geri çevirirdilər. Təəssüflər olsun ki, ona xərçəng xəstəliyi diaqnozu çox gec qoyulmuşdu. Belə ki, nə qədər müalicə alırsa da alsın, yenə də sol ayağını bu amansız xəstəlikdən qurtara bilmədi. Şiş ən ağır kimioterapiya ilə savaşıb onu məğlub etdiyi üçün ağciyərə metastaz verib. Ölümcül bir xərçəngə çevrilməməsi üçün ayağımın yarısı kəsildi. Bəli, indi tərtəmiz idim. Bədənimdə xərçəng yox idi. Bəs inamım onu narkozdan ayılanda ayağımın yarısını görə bilməyəndə itirmişdim. Mən yalnız bir ayaqdan ibarət deyiləm demişdi Nəslican Tay. Onun buradakı TED çıxışına baxmağınızı şiddətlə tövsiyə edirəm. Balkonda oturuyorum ve o balkonda hiçbir zaman oturmam. Ama o gün oturuyorum ve bu kuşu gördüm balkonda. Ona bakınca inanamadım. Onun da sol ayağı yoktu. Mucize gibiydi. Tüm evrende gelip beni bulmuştu. Bunun bir anlamı olmalı dedim. Tekrar baktım. O da bana baktı, biliyor musunuz? Ondan sonra mavilikleri süzüldü. Evet dedim. Kuşun da bir bacağı yok. Belki bir engeli var ama onu asla kendine engel olarak görmüyor. O zaman ben neden görüyorum ki diye düşündüm ve bu kuşu gördükten yalnızca 2 gün sonra şortumu giydim, makyajımı yaptım. Çok güzel bir makyaj yapmıştım o gün. Değneklerimi kaptım ve alışveriş merkezine gitmek istediğimi söyledim. Nəslican bu qədər ağır bir xəstəliklə üz-üzə qalmasına baxmayaraq, yenə də üzündən gülüş əksik olmurdu. Gözəlliyi və əzmi ilə hər kəsə ümid bəxş edən Nəslican xərçəng xəstəliyinə düz 3 dəfə qalib gəlmişdi. Sosial mediada etdiyi paylaşımlarla da bir çox insanın qəlbində taxt qururdu. Nəslican Tay bu xəstəliyə 4-cü dəfə qalib gəlməyi bacarmadı. Uzun müddətdir mübarizə apardığı xərçəng səbəbindən 6 sentyabr 2019-cu ildə xəstəxanaya yerləşdirilən Nəslican vəziyyətinin ağırlaşması ilə 15 sentyabr şənbə günü reanimasiyaya götürüldü. Ürəklərə toxunmağı bacaran Tay 20 sentyabr 2019-cu ildə bu xəstəlik səbəbindən həyatda gözlərini yumdu. En büyük hayallerini merak ediyorum. En büyük hayalim yani gerçekten böyle psikolojiyi, ben insan psikolojisinin hayatını tamamen şekillendirdiğini düşünüyorum. Yani birçok hastalığın sebebi de insan psikolojisi. Yani psikolojiden kastım stres olabilir, travmalar olabilir. Bu yüzden bunun adına çalışmalar yapmak istiyorum. Tabii ki önce eğitim almak istiyorum. Eğitimimi tamamladıktan sonra yani klasik bir psikolog olup ofis açıp da sadece belli bir kesime hitap etmektense herkesin faydalanabileceği şeyler yapmak istiyorum. Hani böyle çok lüks bir yerde bir ofis açıp, bir de ofis açarmışım da sonra bunları bana söylerler. Belki açarım ama bir dinleyin ne olur. Yani onun belki hani böyle yapmak istediğim şey o değil. Belki gelir sağlaması için olabilir ama daha sonra yapmak istediğim çok büyük şeyler var. Yani böyle filmler olabilir, kitaplar olabilir. Yani insanların kalbine dokunmak istiyorum. Ben aslında ölümsüz olmak istiyorum. Eserler bırakmak istiyorum. Geriye baktığımda somut bir şey koymak istiyorum. Kifayət qədər kədərli və üzücü bir hadisədir. Dünyada o qədər alçaq, vicdansız, mərhəmətsiz insan dura-dura belə bir insanın həyatdan köçməyi insanın ümidini azaldır. Xərçəng xəstəliyi və ümumilikdə müəyyən xəstəliklərdən əziyyət çəkən insanlara yazığınız gəlirmişcəsinə baxmayın. Onlara o cür münasibət göstərməyin.
eləməyin. Çünki siz onlara o tərz baxdığınız zaman onların yaşama stimulunu əllərindən alırsınız. Bunu mən demirəm. Bunu Claire Winland deyir. Bu xanım da məhz xərçəng xəstəliyindən əziyyət çəkirdi və onun çox gözəl bir sözü var. Deyir ki, sağlam olmaq kifayət deyil. Sağlam olduğun zaman sənin nələr etdiyin önəmlidir. Bu xanımın da həyat hekayəsinə baxa bilərsiniz. O da olduqca dəhşətli şeylər yaşayıb və təəssüflər olsun ki, rəhmətə gedib. Mən bu videonu ona görə çəkmədim. İnsanlara ümidsizlik verim, baxsınlar, qorxsunlar. Xeyr, xərçəng xəstəliyinə qalib gəlmək mümkündür. Bunu bacaran minlərlə insan var. Bu videonu izləyən xərçəng xəstəsi ya da hər hansısa bir amansız xəstəlikdən əziyyət çəkən sən. Ümid edirəm bir gün sağlamlığına yenidən qovuşarsan. Hər zaman mübarizəyə davam et. İnşallah ki, bir gün qalib gəlməyi bacaracaqsan. Həyat nə olursa olsun yaşamağa dəyər. Bunu unutma.